Düşmənlər sevinir, dostlar da yəqin üzülər. Artıq mağazamız bağlandı və bugün ayın 15-idir. Mənə maraqlı olan bir şey var ki, bir mağazanın bağlanması, bir neçə işçinin işsiz qalması, bir sahibkarın iflas olunması, dövlətə verginin verilməməsi deməkdir. Buna insanlar necə belə sevinə bilərlər? Amma çox sevinməyin, çünki bu mağazanı bağladıq. Amma ən yaxın müddətdə bunu bizim daim müştərilərimizə deyirəm və ən yaxın müddətdə yeni kolleksiya modellərlə, daha yaxşı bir mağaza ilə artıq sizlərə xidmət göstərəcəyik. Mənə bax, maraqlı olan bir şey var. Bax, görürsünüz bu ayaqqabını, bax, bir dənə bunu göstərəm sizə. Ellen modelidir. Təmiz təbii dəri, iç çöl komple dəri. Baxın, içliyinə qədər dəri, dərinin qalınlığına baxın, altlığına qədər dəridir. Bu ayaqqabını mayası 40-50 dollardır bunun. Gedin harda istəyirsiniz araşdırın, baxın. Bu ayaqqabını biz satırdıq 50 manata. Çünki mağaza bağlarında zərərinə satırdıq. Yəni gəlin alın, geyinin. Yəni Dermantin belə 50 manata yoxdur bu cür. Yəni gəlin alın, geyinin, daha keyfiyyətli ayaqqabı geyinin. Yəni bunu niyə şikayət edirsiniz? Biz sizə nə pislik eləmişik? Əksinə yaxşılıq eləyirik. Televiziya çağırdılar, Baku TV gəldi, bizi çəkdi. Hətta Baku TV-yə buradan səslənirəm. Baku TV çox qərəzli bir çəkiliş elədi. Çünki bu mağaza cəmi 2 aydır ki biz mağaza bağlanır yazmışıq ora. Baku TV isə öz reportajında göstərir ki, deyir ki orada 6-7 aydır güya mağazada bağlanır yazılıb. Hansı ki girib paylaşımlara baxa bilərsiniz səhifədə. Üstəgəl qərəzli yanaşırlar, güya bizi ifşa eləyiblər. Bizim nəyimizi ifşa eləmişsiniz? 2 ay bundan qabaq buranı bağlayır yazmışıq və ayın 15-i də bağlanır demişik sizə və bugün ayın 15-i də bağladıq. Gəlin siz də yenidən çəkiliş edin. Deyin ki, həqiqətən bu mağaza bizə ayın 15-i demişdi və ayın 15-i bağlandı. Bu cür qərəzli sizin paylaşımınızın altında da bəzi özünü tanımayan şəxslər, özünə hörmət qoymayan şəxslər təhqir yazır, söyüş yazır. Burada o şəxsləri də sözümü demək istəyirəm. Buyurun, bağlandı mağaza, rahat olun. Amma yenə də deyirəm, çox sevinməyin, çünki ən qısa müddətdə yeni bir möhtəşəm mağaza ilə bizim sevimli müştərilərimizin qarşısındayıq. Dəri ayaqqabılar, Türkiyə istehsalı ayaqqabıları çox uyğun qiymətə sizə satacağıq. Siz də gəlin, alın və rahat geyinin. Həm çantalar, həm ayaqqabılar. Belə, yəni bir insanın, belə deyək də, bir daha doğrusu biznesin çöküşündə bu qədər sevinən insanlar var, nə deyim. Şərhləri buraxıram sizin öhdənizə, əziz daimi müştərilərimiz. Buyurun siz şərh yazın. Və sizdən rica edirəm, girin Baku TV-nin paylaşımlarının altında şərh yazın. Görsünlər ki, həqiqətən bağlandı. Yəni məsələmiz bizim insanları aldatmaq deyildi. Həqiqətən də mağaza bağlanırdı və hər şeyi zərərinə satırdıq və bugün ayın 15-i biz mağazanı bağladıq.